Salam, mən STEM Akademiyanın Rus dili müəllimi Əsgərzadə Samira. Bu günlər 1 fevral keçirilmiş imtahan suallarının cavablarının izahını verəcəm. Birdən 5-ə qədər dinləmə sualı gəlir. Dinləmənin sualları gəlir. Mütləq və mütləq suallarla tanış olun ki, sizə rahat olsun sualların cavablarını axtarmaq. Gəlin dinləməni dinləyək və sualların cavablarını axtaraq. Натала, давай сыграем в шахматы. Хорошо, Фархад, давай. Я удивилась, когда узнала, что эта игра появилась в Индии. Почему же? Я считала, что ее придумали в Европе. Понятно, в отличие от места возникновения, о времени появления игры нет точных сведений. Все же ученые пришли к выводу, что шахматы возникли в первом веке нашей эры в Северной Индии. Birinci sualda, yəni alimlərin fikrincə şahmatı nə vaxt yaranıblar və dinləmənin əvvəlindən bu haqda danışılır və hətta dediyim kimi danışanlardan biri deyir ki, mən çox təəccübləndim ki, bu Indiyada yaranıb. Ona görə birinci sualın cavabı C variantı olur. А на самом деле современные шахматы произошли от другой игры, которая называлась чатуранга. Позже она начала называться чатураджа. Və eşitdiyimiz kimi çaturaca, əvvəl çaturanga olub, hal-hazırda çaturaca, görə onun mənası nədir? А какое значение у этого слова? Игра четырех царей. Есть еще Matematik olaraq ikinci sualın cavabı da bizdə iqra 4 çarəyi olur. древняя легенда об одном умном крестьянине. Интересно, какая? Однажды этот крестьянин пришел к королю и рассказал о новой игре. Игра заинтересовала короля. Крестьянин мог бы рассказать о своей игре более подробно, но взамен он попросил короля выполнить одно условие. И какое же условие это было? Положить на каждую клетку шахматной доски зерно с таким учетом, чтобы с каждым разом количество зерен увеличивалось в 2 раза. Və baxın, burada deyir, какой условие просил выполнить və hal-hazırda dinləmədə də eşitdiyimiz ki, şərtdən söhbət gedir. Hansı şərtidir? Deyir, положить на каждую клетку шахматной доски, bir dəfə də biraz dinləmənin sonuna verək, əvvəlinə verək. Учетом, чтобы с каждым разом количество зерен увеличивалось в 2 раза. Matematik olaraq üçüncü sualın cavabı da bizdə olur B variantı. Я не совсем понял. То есть на первую клетку 1 зерно, на вторую клетку 2 зерна, на третью клетку 4 зерна и так далее. А что на это сказал король? Он рассмеялся и сказал, что без труда выполнит это условие. Он приказал открыть царский амбар, позвал слуг. Все начали подводить подсчеты и поняли, что выполнить данное условие невозможно. Почему невозможно? Потому что такого количества зерен нет на всей планете. Baxın, burada dördüncü sualda deyir ki, niyə kral bu şərti edə bilməmişdir? Yəni, çünki orada deyir, əslində bütün planetdə yoxdur o qədər miqdar. Amma bu da deyir, kakao karışdırıcında niyə burada yuvan var? Yəni, eyni şeydir. Çünki yerdə deyir, baxın, düşünmürdük ki, ulduzlar və yaxud da çox xəssiz idi və yaxud da istəmirdi onun şərtini etmək. Yəni, bunlar hamısı bir uyğun deyil mətnə, amma daha məntiqli olaraq D variantı olur. Король не выполнил условие. Что тогда сделал крестьянин? Он не расстроился и объяснил все досконально об игре шахматы. А в награду король отдал запасы зерна из амбаров крестьянину, который разделил его поровну на все свое семейство. Nə elədi həmin taxılla o? Bu da deyir, razделил его поровну на все свое село. Avtomatik olaraq 5-də də bizdə D variantı olur. Beləliklə dinləmənin cavabları 1C, 2Y, 3B, 4D və 5D. Gəlir mətnimizə. Mətnimiz çox böyükdür, amma onun mətn nə qədər böyük olsa, mən hər zaman tələbələrə buyururam, onun cavablarını axtarmaq daha da rahat olur. Gəlin birinciyə baxaq. Черная пятница стартует перед днем благодарения. Bu bizdə səhv variantı. Niyə səhv variantıdır? Baxın, ежегодно в первую пятницу после Американского дня благодарения обычно это последняя неделя стартует знаменитая Черная пятница. Yazıb ki, после Дня благодарения стартует Черная пятница, после yazıb. Ama burada yazıb ki, перед Днем благодарения avtomatik olarak bu bizdə səhv olur. B variantı. Çünki bu ondan öncə deyil, перед Днем благодарения. Ama mətinçidir, после Дня благодарения. Avtomatik bu B variantıdır. 6-2-də deyir, Черная пятница начинается в начале ноября, yəni noyabrın əvvəlində başlayır. Amma bu deyir ki, это последняя неделя ноября, yəni noyabrın sonuncu həftəsidir. Avtomatik olaraq 6-2-də bizdə səhv variantı olaraq götürürük B variantı. 6-3-də deyir ki, название Черной пятницы возникло в Америке. Bax, onun adı ya,
Yəni nə vaxt yaranıb? 19-cu əsrdə deyir. Mən də baxıram, baxın, özü adət olaraq, yəni bu artıq var idi 19-cu əsrdə. Amma deyir ki, termin, yəni nazvanyanın adı 1966-cı ildə. Bu da avtomatik olaraq 66, 1960, 20-ci əsrə təsadüf edir deyə. Ona görə 6-3 də bizdə səhv variant olaraq götürüldü. 6-4-də Черная пятница начала стартовать в 1966 году в Америке. Yəni başlayıb özü 1966-cı ildə Amerikada. Amma burada deyir ki, tradisiya 19 veki, 19-cu əsrdə, 19-cu əsr 1800 neçənci illərdən olur. Ona görə avtomatik olaraq baxın nə qədər uşağın ağlını qarışdıra bilərlər burada. Avtomatik olaraq bu da səhv variant olaraq götürür. Dedim ki, bir daha da qeyd edirəm. Burada adından söhbət gedir 1960, bu 20-ci əsrə təsadüf edir. Amma özü olaraq bu adət 19-cu əsrdən artıq başlayıb. 19-cu əsrdə 1800 neçənci illərdən söhbət gedir. Dediyim kimi ona görə 6-4 avtomatik olaraq səhv olur B variant. 7. Выделенное в тексте слово имеет значение. Выделенное слово işarə edilmiş sözdən söhbət gedir. Rasprodaşı, bu da endirimlərdən söhbət gedir. Hansı endirimlərdən söhbət gedir? Artıq hər şey alınır, tutarır. Mən də baxıram, burada doğru olaraq A variantı. Əslində baxsa hamısı var. Məhsullara optum satmaq, nə bilim, hansı qiymət üzündən, endirimlə satmaq. Amma burada продавать почти все без остатка. Yəni, qalsız olaraq hər şey satmaq olar. Doğru mənaca bu variantı, A variantı. 8-də deyir, niye verin утверждение, bir cümlələri axtarmaya başlayır. A variantına baxar, deyir, это день соответствует своему названию. Tənbəlli eləmin, mətnin əvvəlinə baxdığını axtarmağa. Yəni, deyir, bu öz adına uyğundur, həmin bu ad. Mən də baxıram, baxın cümlədə, burada Черная пятница, день, который совсем не соответствует своему mraçnому названию. Avtomatik olur, bu səhv olur. Elə 8-də A variant səhv olan ifadədən söhbət gedir. 9-da яблоку негде упасть. В тексте имеет значение. Mən mətnin içində axtarıram. Bu nə deməkdir? Sərbəst, diqqətli, şən, çox sıx və baha. Mən də baxıram. Яблоку негде упасть mətnin içində mütləq oxun. Bəlkə o sizə yardımcı olaraq cümləni tapmağa yardım edər. Deyir, накануне еще до полуночи в торговых центрах и магазинах американских городов негде яблоку упасть. Предусмотрительный покупатель занимает очередь заранее. Yəni, öncədən insanlar növbəyə qalırlar ki, bilir ki, artıq qara cümə olar. Və o qədər çox insan olur, yəni çox sıx olur. Yabloko negdə upas o deməkdir. Yəni, yer yoxdur da ara düşsün. Hərfi ilə tərcüməsi bu olur. Ona görə o üçün testdən doğru variant olur. Onda deyir, hansı sualın cavabları var mətnin içində. Onda bizdə 1-4 sualların cavabları var. Deyir, почему в день Черной пятницы многие американцы берут отгул. Burada var отгул. Отgulu nəyə görə götürür? Çünki qara cümədir deyə ona görə. Və mətni özü ilə ümumən ondan söhbət gedir, ondan deyir və hətta deyir ki, bu rəsmi olmasa da, amma Amerikanlar çoxu götürürlər adgul, birut adgul. Ona görə dedim ki, bu qara cüməyə görə səbəb belə odur, ona görə götürürlər. Bu sualın cavabı var. Məsələn, 2-də deyir, почему ты распродаж участвует только uçunyon tovar, amma burada belə bir cümlə var idi. Niyə только? Ona görə avtomatik olaraq bu elə səhv gedir, yəni heç səbəbi də yoxdur. Dediyim kimi, bu burada haradasa var idi. Только uçunyon tovar. Amma dediyim ki, bu tam tərsidir. Tak. Bu haradaydı? Bu cümlənin arasındaydı. Kısaca. Baxın, кстати, не надо думать, что в распродаже участвует только уцененный и непопулярный tовар. Только yazıb, niye uçunyon? Evet, dedim ki, burada yazıb ki, участвует только уцененный. Niye yalnız olar? Orada yazıb ki, yalnız olar deyirlər. Yəni, bunlar, olar və s. Üçüncü sualın cavabı deyir ki, в каких странах продолжается эта традиция? Yəni, hansı ölkələrdə bu adət davam edir? Burada əslində yalnız Amerikadan söhbət gedir və ölkələrin adları heç biri qeyd olunmayıb deyə. Ona görə bu sualın cavabı da bizdə burada yoxdur. 4-də deyir ki, какие версии существуют о названии этой традиции? Və bu ad haqqında hansı versiyalar var və bu da bizdə burada olmalıydı. Hansı versiyalarda söhbət gedir? Sadəcə əvvəldən yenə də baxar, bu versiyalarda harda var idi? Tradisiya возникла. Сам termin. Sуществует две версии. Görürsünüz. Hansı versiyalar artırır? Po одной, bu birinə, yəni buna görə, sonra o ikincisi po другой. Ona görə bu versiyaları var. Avtomatik o 1-4 dediyim kimi bu sualın cavabları tapa bilərik. Burada da 10 deyir ki, что считается плохой приметой в этот день. Dediyim kimi, bunu da mətn içində biz görməmişik.
Gəldi ikinci mətn. İkinci mətn 11-ci sualdan 15-ci suala qədər, 11 birdən 11 4-ə qədər hər zaman vurğulayıram. 4-ün də düz yazsız 1 baldır. 3-ün düz yazsız tam 5 bal. 2 düz 2 səhv, heç bir bal sizə verilmir. Birincidir. Aya Sofiya был очень огромным собором və mən də baxıram. Это был огромный собор или нет? Mətn buradan başlayır. Baxaq. После землетрясения, Собака собор Святой Софии был самой большой церковью, используется как церковь. Самый большой ve agronla eyni şey də avtomatik olaraq 11-1 bizdə doğru cavab olur. Çünki eyni şeydir. Gəldi ikinci suala 11-2'dir. Aya Sofia включена в список наследия ЮНЕСКО. Bu bizim mətnin sollarında var idi. Baxın. Burada yazıb Собор Святой Софии был объявлен объектом всемирного наследия ЮНЕСКО. Ona görə 11-2 bizdə A variant olaraq götürülür. 11-3'e baxaq. 11-3'də deyir ki, во времена Османской империи султаны не придавали собору Святой Софии особое значение. Biz də baxaq. Bura bax. Во времена Османской империи султаны придавали собору Святой Софии особое значение. Buna görə avtomatik olaraq bu da bizdə olur B variantı, səhv variantı. 11-4'dir. Это церковь была объявлена мечетью. Bəli, məscid elan edilmişdi. Ona görə bu da doğrudur. Həm də sonunda baxın, on становится мечетью və bu mətnin bu hissələrində də bu haqda deyilir. Gəldi 12'ye. Deyir ki, укажите неверное утверждение. Yəni doğru olmayan cümlələr. Bir cümlələri axtarsınız, baxarsınız ki, bütün cümlələr içində var. Sadəcə nə vaxt ziyarət etmək olar həmin o kilsəni, məscidi, saboru və ona görə mən də bir axtarmalıyım. Məsələn, yeni deyib ki, deyir, собор пережил сильное землетрясение в 360 году. Səhv etməsi əvvəldə var. Baxın, после сильное землетрясение 360 году bununla bağlı var, amma bizdə səhv olan istəyir. Və yaxud da D variantı deyir. Fatih Sultan Mehmet построил рядом медресе и библиотеку. Fatih Sultan Mehmet baxın, bu yanlarda da var. Onda var medrese, biblioteku. Baxın, biblioteka da ona göre bu da var. C'de deyir ki, собор реставрировался несколько раз. Разным arxitektorun bir neçə də təzədən restavrasiya olunmuşdu. Dediyim kimi, əvvəlində də var və sonunda da var. Bir neçə dəfə onu restavrasiya etmişdilər. Bununla bağlı da bizdə var. Baxın, bir neçə dəfə mətnin içində var. Sonra B variantında nə deyir? Постановлением Совета Министров собор Святой Софии был преобразован в muzey. Bəli, bu da burada var. Nə vaxt onun muzey işdilər? Baxın, burada. Совет Министров Софии был преобразован в muzey. Avtomatik olaraq dediyim kimi bizdə qalır A variantı, səhv variant. 13-cü sual deyir. Правильно последовательность. Bu suallar ən rahat suallardan biri sayılır, amma bəzən də uşaqların ağlını qarışdıra bilər. Bir cümlələr axtarar, həmin cümlənin içində mütləq və mütləq siz işarə edin. Yəni, haradadır bizim bu suallarımız. Məsələn, gələn, baxar bu 5-ci sual. Bir объявление собора объектом ЮНЕСКО. 5'dir. Mən mətnin içində axtarıram, bu UNESCO haradaydı, buradaydı. Biz elə tam dəqiqli götürüb 5'i burada yazırıq ki, yəni diqqətli olaq. Sonra məsəl üçün burada gəlir bizdə hansı sual, ona yaxın olan suallardan birini axtaraq. Baxın, 3'də deyil, открытие части собора для молитв. Baxın, ana открыто для молитв. Avtomatik olaraq mən 3'ü götürürəm, burada yazıram ki, yəni sıralama mənim üçün daha rahat olsun və yaxud da gəlin. Burada eləyim. Daha 3 yazın ki, baxın, 5-3 avtomatik sıralama. Bu işimi daha da rahatlaşdırır. Sonra gəlin baxaq. Преобразование собора в muzey. Nə vaxt yəni muzey oldu? Mən də baxıram və burada преобразование в muzey. Və mən də axtarıram artıq 1, 5, 3. Yəni sonluqları belə olur bizdə. 1, 5, 3. Baxın, hansı variantda belə bir şey var? 1, 5, 3. Baxıram ki, Y-də var, amma yenə daha əmin olmaq üçün o bu rəqəmləri də mütləq axtarırım. Məsələn, ikinci cümləyə baxaq və dördüncü cümləyə baxaq. Dördüncü cümlədə deyir ki, построение первого минарета. Первый minaret haradaydı bizdə? Baxaq, burada haradasa var. Baxın, первый minaret budur. Avtomatik olaraq burada 4 yazıram mən. Yəni, daha diqqətli olun, siz onu bölündə yazarsınız, sizə daha rahat olsun da 4. Yəni, mən də baxıram, varmı 4, 1, 5, 3 avtomatik olaraq var və 2 də bizdə deyir ki, rekonstruksiya arxitektorani Antonino Isidoro. Və bu Antonino Isidoro haradaydı?
Baxın, burada da artıq 2 və çox rahatlıqla biz artıq sıralamanı tapırıq. Deməli, onun 3-cü sualın cavabı da bizdə olur Y. Gəldi 14. Çox diqqətli olun, lişniyə deyir. Çünki cümləni görən kimi götürən tez cavabı yazır. Amma lişniyə artığı deməkdir. Yəni yoxdur orada və uşaqlar hər zaman bunlarda səhv edirlər. Mən də artığını istəyirəm. Yəni hamısı var, amma biri yoxdur. Mən də baxıram, после завоевания İstanbul'a hardadır? Baxın, buradadır. После завоевания, yəni bundan sonraki olanlar hamısı var, amma biri yoxdur olaraq istifadə edilir. Məsələn, burada doğru cavab, yəni səhv olan здесь короновались imperatoru, yəni yoxdur bu. Niyə? Çünki baxın, собор преобразован в мечеть, собор, yəni bundan sonraki mətnin içində nə varsa, bunların hamısı burada var. Və arxitektor Sinan работал над собором. Sinanla bağlı burada var idi arxiteksin, yəni çünki ondan sonra da artıq baxın, после завоевания İstanbul'a bu var burada. Və yaxud da Saboru были добавлены minareты. Bu minaretlər var. Dediyim kimi sonra bundan sonra artıq minaretlər əlavə edilmişdilər. Sonra Sabor bu preobrazov meçet yenə də bax məscid olduğunu artıq bundan sonra başlayıb bizdə. Yenə də məscid elan edilmişdi və məsələn burada deyir здесь koronavirus imperator. Baxın, imperatorla bağlı burada yoxdur. Bax, bundan öncə var. Здесь также koronavirus imperatoru. Yəni bu ondan öncə olur. Avtomatik olaraq artıq olan bu olur. Gəldi 15-ci sual. 15-ci sual deyil, на какие вопросы нет ответов в тексте. Yəni mətndə yoxdur cavab. Məsələn, burada deyir ki, почему церковь была объявлена meçetью? Yəni niyə məscid elan edilmişdi? Əslində sonunda yazılmışdı. Artıq biz əlavə edilmişdir. Bizdə dünya ilk siyahısına əlavə edilmişdir deyə ona görə sonra onu artıq məscid elan etmişdir. Значит, bu sualın cavabı tapa bilərik burada. İkidə deyir, кто подарил прекрасную лампу собору? Bu lampalardan söhbət vardı və kim hədiyyə etmiş? Axı bizdə deyir ki, olmasın. Və burada var idi. Baxın, Sultan Süleyman padaril dve lampa. Ona görə kim olduğu burada var, onu da götürmürəm. Əgər dörtlü cavabdırsa, avtomatik 3-dən 4 olar, yəni yoxdur. Почему Atatürk приказал мечеть muzey преобразовать? Yoxdur Atatürklə bağlı bir şey burada. Oxusunuz mətndə tapmazsınız. Və deyir, почему mihrab был сделан из мрамора? Bu cümlə ola bilər orada, amma niyə belə edilib? Yəni, onunla bağlı hiçbir şey yoxdur. Baxın, Султан Баязид II добавил mihrab из белого мрамора и минарет в северо-восточном углу. Amma nə səbəbdən sonra cümlə потому что falan var mı? Yoxdur. Avtomatik 15-də də dediyim ki, hansı sualın cavabları yoxdur? 3-dən 4. Gəldi qrammatika sualları 16-dan 20-yə qədər. Bir укажите неверный вариант, yəni səhv olan variantı istəyirsizdə. Темная ночь, ночь катынчества, какая правильная? Полдень, день, какой день? Muşской rod, жарко yox, жаркий полдень. Avtomatik olaraq nit səhvi budur. Dobra pamət doğrudur, belə şey, çünki bu sözlərin hamısı qadın cinsisidir və onunla qabaq uzlaşan sifətlər ayə şəkilçisini qəbul ediblər. Gəldi 17-ci sual. Uşaqlara bəzən bilmirlər burada nədir. Hətta tərcüməni bəzən bilən tələbələr də qrammatik olaraq bu qaydəni bilmirsə, onlar üçün çətinlik yarana bilər. Bu feili bağlamadır. Proyexov bir neçə kilometr keçəndən sonra. Ondan sonra mən hər zaman uşaqlara deyirəm, cümlədə mübtədə olmalıdır, şəxslər olmalıdırlar. Ya, ты, он, она, мы, вы, они ola bilər və şəxslər. Bax, мы увидели много нового, biz yəni gördük. Pasajiri решили остановиться, sərnişinlərdən söhbət gedir mübtədə, bir də ya pajili. Avtomatik olaraq 1, 4, 6 doğru cavabdır, Y variantıdır. 18-də önlükləri əlavə etməkdir. Baseynə gedirsə, qapalı olan yerdirsə, biz avtomatik olaraq bu önlüyünü əlavə edərik bura. Yəni, dili dəyişdirib bu önlüyünü əlavə edirik. Hansı həftə günləri harasa getmək? Atıram, bazar günləri, 5-ci günlər, hər 5-ci günlər, hər 2-ci günlər. Biz pa pятница, pa вторником olaraq deyirik. Pri ilə podla olan feillərdə nə demişdim hər zaman sizə? K önlüyü özündən sonra istəyir. Пригласила к себе. Üçüncü önlüyü bizdə K olur. Bir də ya закончу universitet, yəni universiteti bitirəcəm. Через год, bir ildən sonra. Avtomatik olaraq A variantı bizdə doğru cavab olur. Çünki o qalır yalnız. Gəldi 19 mətn yaratmaq. Dediyim kimi qəbulda sizə ya mətn yaratmaq olar və yaxud da dialoq. Bunlardan hansı birini seçirəm. Biraz çətin mətn sayılır. Bilmirəm hansı cümləni başlayır. Məsəl üçün, burada yazıb bir, Starin Gorod ola bilər. Qeyri-adi bir çimpa, çorba, cüvəti qara rəngdə. Amma birdən sonra burada gəlir bizdə 4. 4-də də deyir, Цветок был удивительный, ola bilər. Birdən sonra da, yəni o qədər əsrarəngiz idi ki, yəni dünyanın bütün tərəfinə gəlirdi, ölkənin tərəfdən gəldi ona baxmaq üçün. 4-dən sonra bizdə burada məsəl üçün 2 gəlir. Hollandların
ən sevdiyi güllərdən biri çevrilib. Amma 2-dən sonra gəlir bizdə 6. 6-da belə deyir ki, Hollandiya gətirmişdilər. Axı gərək birinci gətirsindən sonra bizim sevdiyi güllər də çevirsə, avtomatik olaraq A-nı mən götürmürəm. B-də məsəl üçün 6 ilə başlayır. 6-da da deyir ki, когда в 18 веке завезли сюда голландцы, все были его krasatoy ola bilər onun gözəlliyi ilə. Sonra 2-də deyir ki, onların sevdiyi güllərdən biri sayılır, ola bilər. Sonra deyir 4. Deyir, gül elə əsrarəngiz idi ki, dünya bütün ölkənin bütün tərəfindən gəlirlər ona baxmaq. 4-dən sonra 1 gəlir, mənasız olur, bir dəfəli qara rəngli tülpan olur, bu da məntiqsiz olur. 3-dən başlayır cümlə, 3-ə baxaq, deyir ki, Rodinin tülpan yevlət İran, məntiqlidir, yəni tülpanın vətəni İran sayılır. 3-dən sonra bizdə gəlir 5. 5-də də deyir ki, İz İran'a çıta papal xüsusi. Çox məntiqlidir. İrandan Türkiyəyə gedir. Hər şey sıralamaq doğru olaraq baxın. Türkiyə də artıq Avropa üzrə geniş yayıldı. Çox qəşəng olaraq 3-dən 5. 3-dən sonra 5 gəlir. Baxın, həm C, həm Y variantı doğru olur. 5-dən sonra 6 gəlir. Baxay 6-da nədir bizdə? O vaxt 18-ci əsrdə artıq Hollandiya getdi və orada hər kəs onun gözəlliyinə heyran oldu. Onlar çox məntiqlidir və çox da qəşəngdir. 6-dan sonra 2 gəlir. 2-də deyir ki, o vaxtdan artıq Hollandiyanın ən sevdiyi güllərindən biri çevrilir. Çox qəşəngdir və çox məntiqlidir. 2-dən sonra bizdə 7 gəlir. 7-də deyir ki, öz dumanlı ölkəsində Hollandlılar artıq müxtəlif cür redki sartar, nadir növlərindən həmin o cənubi gülün başladılar, yəni yaratmağa. Bax, nadir güllərindən və 7-dən sonra gəlir bizdə 1. Yəni, məsəl üçün, Köynə-Qaq şəhərində bir dənə kasıb gül yetişdirəndə, o qeyri-adi rəngdə, yəni qarı rəngdə tülpan yəni yaratdı və 1-dən sonra sonda gəlir bizdə 4. 4-də də deyir ki, gül o qədər əsrarəngizdir, yəni ölkənin bütün yerlərinə gəlirdilər ona baxmaq. Ona görə məntiqli olaraq bizdə C variantı doğru cavab olar. Gəldi 20 oтличающий sol, yəni fərqlənən söz. Mən hər zaman deyirəm, O, Y, I, U fərqlənən B hərflərlə bitən xallanmayan isimlər cədvəli var. Əzbərlərsiz yadda saxlayarsınız. Burada sola xaricdən alınan söz də xallanmayan isimdir. Doğru cavab da bizdə D variantı olur. Beləliklə, qrammatika sualını 16B, 17Y, 18A, 19C və 20 də D olur. Gəlir esse. Essedə dediyim kimi 2 sualdır. Minimum 150 söz yazmalısınız və bu sualların cavablarını doğru bilmək üçün sizə yaxın olan sualları. Mən hər zaman deyirəm ki, vacib olan ifadələr istifadə edərək bu sualın cavabını tapmaq olar. Yəni, qonşular insanlardır ki, hansı ki bizim yanımızda yaşayır, hansı keyfiyyətləri sizin mənzəriniz üçün, yəni yaxşı qonşu maliki ola bilər. Hansı keyflər? Öz həyatınızda faktlar gətirər, öz cavabınızı dediyim kimi verin. Və ikinci sualdır. Uşaqlar üçün kənddə yaşamaq və ya da böyük şəhərdə yaşamaq daha yaxşıdır. Bununla razısınız, buna razı deyilsə, əslində burada sualda belə deyil. Yəni, kənddə yaşamaq daha yaxşıdır, nəinki böyük şəhərdə. Yenə də öz həyatınızda faktlar gətirirsiniz, öz cavabınızı verirsiniz. Belə.